Xatırlayırsınızsa, aylar öncə Polşada 1 saatlıq əmək haqqı ilə özünüzə nə ala bilərsiniz adlı bir video çəkmişdim. Bugünkü videomuzda isə 4 saatlıq əmək haqqı ilə, yəni yarım iş gününün maaşı ilə özünüzə nə ala bilərsiniz onu göstərəcəm. Yarım iş gününün maaşı burada cəmi 100 zlot təşkil edir və baxaq görək buna biz nə ala bilirik. Alışverişimizi yekunlaşdırdıq. Çalışdığım qədər günlük istifadə olunacaq qidaları alım. Bu stolda gördüyünüz bütün məhsullar cəmi 141 zlot tutdu. Yəni bir qədər çox oldu açığı. Müəyyən məhsulları ixtisar eləsək 100 zlot dəyərində rahatlıqla almaq olar. Mən bir qədər daha artıq aldım. Yəni bir neçə günlük. Polşada da belə, yəni bu qiymətə bu qədər məhsullar almaq olar. Şərhlərdə bildirərsiniz, azdır, çoxdur, ümumən bu qiymətə dəyər, dəyməz öz fikirlərinizi şərh bölməsində bildirə bilərsiniz.